iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 1875-ci ildə nəşr etdirdiyi Əkinçi qəzeti ilə əsası qoyulmuş, Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır. Azərbaycanda maarifçilik hərəkatının formalaşmasında mühüm rolu olan Əkinçinin əsas məqsədi fanatizmi və cəhaləti aradan qaldırmaq, xalqı elmə, maarifə, tərəqqiyə çağırmaq, onun elmi mədəni səviyyəsini yüksəltmək olub. Çox ciddi senzura altında cəmi 56 nömrəsi çapdan çıxan Əkinçi qəzetinin nəşrinə 1877-ci ildə qadağa qoyulub. Əkinçidən sonra bir çox milli mətbu orqanlarımız onun yolunu davam etdirib. Şərqi Rus, Həyat, Yuzat, Təzə Həyat, Şəlalə, Açıq Söz, Birlik və digər qəzet və jurnallarımız xalqın milli özündərk hissinin formalaşmasına çalışıblar. Sovet hakimiyyəti dövründə Azərbaycan mətbuatı kommunist ideologiyasının güclü təsirinə məruz qalsa da, öz milli varlığını qoruyub saxlamağa nail olub. Azərbaycan Respublikası Prezidentinin 5 iyul 1991-ci il tarixli fərmanı ilə Azərbaycanın ilk milli qəzeti olan Əkinçi qəzetinin 1-ci nömrəsi çapdan çıxdığı gün 22 iyul Azərbaycan Jurnalistikası günü elan edilib.